Ne geldi başına? Gece 2'ydi yatmışdım, buradan adam yaxınlaşıb, buradan yatmışım, dedim qalmağa yerim yoxdur. Dedi otel var, apam orada qalsam mı? Dedim işte eşe gedərəm. Dedim gedərəm, ne olar ki? O tərəfə, Dənərgür tərəfə. Nəsə getdim qaldım. Neyle gittin? Moskvitlə. Motosiklet ne? Amma yolda mən döydü, apardı, Allah'a and olsun, İmam Hüseyin haqqı. Bəs sən döyə-döyə aparırdı, niyə qayıtmadın? Ay Elnare, Bakla ben bu düştüm. motosiklet sürür, qabaqda oturub, sen de dalda oturmuşsun. Bir tek Sen Elnare ne Bey. Nətə döydü? Mən əlimə mökəmü verib tutdu, buradan tamıram. Mökəmü buradan tutdu, tamıram, tamıram. Tuta bilməyəcək də, ikisi də kök adam, motosikletlə balaca. Bunlar hələ necə gediblər, çox maraqlıdır. Mənim üçün... Ben söz tapmıram artık, ben ne diyeyim lazım. Həmişə möhkəm vurur ki, belə tutayım, tamam, mənim sürücü. Mənim vurur ki, mənə belə tutamayacam, tamıram. Tuta bilmirəm əlimi. Elnare xanım, təxmini neçə yaşlarında olardı o adam? Belə 41-42 yaşı vardı. Bir də adam yoxdur, göstərmə adam, dolu adam yoxdur. Hayır, elə oğlan yaşlı olardı, oğlan yaşlı olardı. Elnare, ged evine bala. Yazıqsan. Yox, oğlan mənim xacımı versin gedim Allah, xacımı versin gedim. Oğlan mənim xacımı versin gedim. Oğlanlar xərc tələb edir. Kərtəm eləməm də gətir xacımı versin gedim. Elə yeməyə zəhərə dönsün, yemək verirdi. Yemək də yediniz orada. Elə kapıda çevirə yeməyə zəhərə dönsün. Döyüb yemək al. Elnare xanım, Adam boğazından keçdi. Elnare xanım, bir sual da verəcəm. Elnare xanım,